Vallahi deyirəm dostlar, bu qiymətə Razində 3 otaqlı mənzil yoxdur. Bakıxanovda mərkəzdə, Arzu Şadlıq Sarayının yanı, 252 nömrəli məktəbə yaxın, Bakıxanov qəsəbəsində çox gözəl yerdə yerləşir. Allah şükürlər olsun ki, hamı əmlak səhifələrində, saytlarda Bakıxanovda 3 otaqlı mənzillərin qiymətini bilir, hamının məlumatı var. 190, 200 və 200-dən yuxarı. Hətta səhifələrdə 220 min manata qədər 3 otaqlı mənzillər paylaşılır. Dostlar, bu mənzili paylaşmışam 185 min manatdır. Əlavə olaraq onu da deyim ki, əşyalı vəziyyətdə. Hal-hazırda mənzillərin qiyməti yüksəlir, amma bu evin sahibi mənzilin qiymətində endirim edir. 5 mərtəbəli binanın 3-cü mərtəbəsi, 3 otaq, qanuni 3 otaq, tam təmirli, tam əşyalı bir mənzili ev sahibi 183 min manata yendirib. Dostlar, qiyməti bəri başdan deyirəm, tam əşyalı vəziyyətdə. Bir dənə izləyin, zəhmət olmasın. Bu mənzil alsa, Allah xeyir versin. Həqiqətən gözəl bir mənzildir, qiymət də münasib. Dediyim kimi, yəni burada Razində, Bakıxanovda yaşayan izləyicilərimiz, müştərilərimiz bilir ki, bu vəziyyətdə olan evin tam şəraitli, tam təmirli, qanuni 3 otaqlı mənzilin qiyməti tamamilə başqadır. Amma bu mənzilin qiyməti həqiqətən uyğundur dostlar. Sənədlər də tam qaydasında, yerləşmə yeri əla, 5 mərtəbəli binanın 3-cü mərtəbəsi, mərtəbə də çox gözəldir. Daş binadır, Minsk layihəli bina, marşrut xətti Neftçilər metro stansiyasına. Düz elə binanın qarşısından fəaliyyət göstərir. Buradan Neftçilərə hardasa 6-7 dəqiqəlik məsafəsi var. Dostlar, sənədlər onu da qeyd edim, yəni tam qaydasında kupçası var, heç bir problem yoxdur. Əşyalı vəziyyətdə, dediyim kimi, tam əşyalı vəziyyətdə satılır. Alırsınız, inşallah alqı-satqı günü mənzilin açarlarını alıcımıza təhvil verəcəyim. Xeyirli uğurlu olsun, əziz dostlar. Nömrəm də səhifədə var. Buyurub əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.